Bismillahirrahmanirrahim və bihi nəstəin. İnsan Ramazan ayında orucunu qəza edə bilər. Müxtəlif səbəblərdən ola bilər. Xəstəlik səbəbindən və səfərdə olmaq səbəbindən və digər səbəblərdən. Hətta səbəbsiz yerə olur ki, insanlar bəzən oruclarını qəza edirlər, yəni tutmurlar, qəzaya qalır. Digər aylarda müstəhəb oruclar deyilən bir şey var. Məsələn, Rəcəb, Şaban ayı oruç tutmaq üçün müstəhəb günlərdir. Bir insan əgər boynunda Ramazan ayının qəza orucları varsa, Rəcəb, Şaban ayında və digər aylarda müstəhəb oruc tuta bilərmi? Şəri məsələlərdə bu cürünə insanların müstəhəb oruc tutması düzgün hesab edilmir. İnsan gərək ilk öncə öz vacibatlarına diqqət edə. Hər bir məsələdə bu cürünədir. Bu baxımdan Ramazan ayının oruclarında da əgər insan boynunda Ramazan ayının qəza orucları varsa, ilk öncə Ramazan ayının qəza oruclarını yerinə yetirməlidir və onun müstəhəb oruc tutması düzgün deyil. Yox, əgər bir insan bilmirsə, boynunda Ramazan ayının qəza orucu var, yoxsa yoxdur. Yəni, keçmiş illərdən boynunda qəza orucu qalıb, yoxsa yox. Bu insan edə bilər ki, həm müstəhəb niyyətlə, yəni Rəcəb və Şaban ayında və digər günlərdə ki, müstəhəbdir oruc, həm müstəhəb niyyəti etsin ki, həmən günün savabını əldə etsin, həm də qəza orucu niyyəti etsin ki, bilmir boynunda qəza orucu var, yoxsa yox. Əgər boynunda qəza orucu olarsa, həmən qəza orucundan sayılacaq və qəzası boynundan götürüləcək. Yox, əgər qəza orucu yoxdursa, müstəhəb oruc kimi ondan qəbul olunacaq. Digər bir məsələ bundan ibarətdir ki, insanın bir neçə illər boynunda qəza orucları var. Məsələn, bir insan bir neçə illər Ramazan ayının orucunu tutmayıb və qəza orucu tutmaq üçün insan gərək birinci, yəni gələn Ramazan ayına qədər keçən Ramazan ayından qalan qəzalarını tutsun. Məsələn, keçən Ramazan ayında 5 gün qəza edibsə, səfər baxımından və yaxud digər səbəblərdən, birinci o 5 günün və yaxud 10 günün qəzasını tutsun. Çünki keçən ilki qəzanı gələn ilə gərək saxlamasın. İnsan əgər keçən il Ramazan ayında qəza edibsə, gələn Ramazan ayına qədər, əgər nə qədər vaxt varsa, müddət varsa, gələn Ramazan ayı daxil olana qədər gərək keçən ilki qəzalarını qutarsın. Ona görə insan əgər keçmiş qəzalarından tutmaq istəyirsə, gərək birinci keçən ilin qəzasını tutsun və digər günlərdə də insan edə bilər ki, hətta digər 16-17 yaşından ki, qəza orucu qalıbsa, onları da yerinə yetirə bilər. Və bütün qəza orucları tutmaq insana vacibdir və insan ömründə bacardığı qədər, gücü çatdığı qədər, ömrü yetdiyi qədər qəza oruclarında səhlənkarlıq etməməlidir. İnsan səhlənkarlıq etməməlidir ki, qəza oruclarını gərək tutsun, qurtarsın. Çünki qəza orucu da insanın boynunda olan bir vacibatdır.